Lənkəran və Dərbənd xanlıqları. Xəritəyə diqqət yetirək. Yenə də Bakı xanlığı gördüyümüz kimi, Lənkəran xanlığı və Dərbənd xanlığı ən şimalda. Hazırda Azərbaycan Respublikasına daxil olmayan xanlıqlardan biri Dərbənd xanlığı. Müstəqil Bakı xanlığının əsasını yerli feodallardan olan Mirzə Məhəmməd xan qoydu. Kim qoydu? Mirzə Məhəmməd xan. Kim idi? Yerli feodal idi. Xanlığın ərazisi Abşeron yarımadası və Bakı şəhərini əhatə edirdi. Mirzə Məhəmməd xan öz hakimiyyəti dövründə təsərrüfatın inkişafı, Bakı qalasının möhkəmləndirilməsi üçün bir sıra tədbirlər həyata keçirdi. Bakı, yaxın və orta şərqin mühüm sənətkarlıq, ticarət mərkəzlərindən biri kimi tanınırdı. Liman şəhəri olan Bakı dəniz ticarəti sahəsində məşhur idi. Xarici ticarət, xüsusilə neft, duz, zəfəran ixracı xanlığın əsas gəlir mənbəyini təşkil edirdi. 1767-ci ildə Bakı Quba xanlığından asılca düşdü. Bakı nə zaman Quba xanlığından asılca düşdü? 1767-ci ildə nikah diplomatiyası ilə. Fətəli xanın ölümündən sonra müstəqilliğini bərpa edən Bakı xanlığında bir müddət hakimiyyət uğrunda mübarizə aparıldı. Bu mübarizədə qalib gələn Hüseynqulu xan hakimiyyət illəri gördüyümüz kimi qara hərflərlə verilib 1792-1806-cı ildə. Əvvəlcə Rusiyanın himayəsini qəbul etdi. Demək, Hüseynqulu xan əvvəlcə Rusiyanın himayəsini qəbul edir. Lakin bu vəziyyət uzun sürmür. Hüseynqulu 1792 əvvəlcə Rusiyanın himayəsini qəbul edir. Lakin bu vəziyyət uzun sürmür. Diqqət edək, Bakı xanın əsasını qoyduğu 1-ci Mirzə Məhəmməd xan. Bakı xanlığı Məlik Məhəmmədin dövründə asılı hala düşdü. Kimdən? Quba xanlığından. Hansı yolla? Nikah diplomatiyası ilə. Dinç yolla. Hüseynqulu xan isə əvvəlcə Rusiyanın himayəsini qəbul edir, lakin bu vəziyyət uzun sürmür. 1796-cı ilin sonunda Rusiya hakimiyyətində baş vermiş dəyişiklik nəticəsində Rus qoşunları Azərbaycan torpaqlarını tərk edir. 1796-cı ildə Yekaterinanın ölümündən sonra deməli, görürük ki, Rus qoşunları Azərbaycan torpaqlarını tərk edibdir. Lənkəran xanlığı. Bu xanlıq hələ Nadir şahın dövründə daxili müstəqilliyə malik idi. Daxili müstəqilliyi hələ Nadir şahın dövründə olubdur. 18-ci əsrin ortalarında Qara xan adlandırılan Cəmaləddin Mirzə bəy, Cəmaləddin adı uzun, Lənkəranın adı uzun, xanlığı müstəqil xanlıq elan elədi. O Səfəvi nəslindən idi. Demək, Cəmaləddin Mirzə Səfəvi nəslindən olubdur. Xanlığın mərkəzi qala divarlarla əhatələnmiş Lənkəran şəhəri idi. Qara xan xanlığı iqtisadi və siyasi cəhətdən möhkəmləndirmək üçün bir sıra addımlar atdı. Xarici işğallardan qorunmaq üçün Qara xan 1785-ci ildə Quba xanlığının asılılığı qəbul etmişdi. Demək, nə üçün Quba xanlığının asılılığı qəbul elədi? Xarici işğallardan qorunmaq üçün. Burada Bakı xanının buncuğu əks olunubdur. Xanlığın iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edirdi. Əkinçilik, maldarlıq əsas məşğuliyyət sahəsi idi. Lənkəran şəhəri əsas sənətkarlıq və ticarət mərkəzi idi. Xanlığın əlverişli coğrafi mövqeyi, Xəzər dənizi sahillərində yerləşməsi burada ticarətin inkişafına şərait yaradırdı. Lənkəran xanlığı Qafqaz, yaxın şərq ölkələri və Rusiya ilə davamlı ticarət əlaqələrinə malik idi. Qara xandan sonra hakimiyyətə Mir Mustafa xan gəldi. Demək, kim gəldi? Mir Mustafa xan. Kimdən sonra? Qara xandan sonra hakimiyyətə gəldi. Mir Mustafa xan 1786-1814-cü illərdə hakimiyyətdə olub. Demək, Mir Mustafa xan nə vaxt olub hakimiyyətdə? 1786-1814-cü illərdə. Onun dövründə xanlıq daha da güclənibdi. Bəs Lənkəran xanlığı neçənci ildə Qubadan asılı düşmüşdü? 1785-ci ildə. Dərbənd xanlığı. Xanlığın əsasını Məhəmməd Hüseyn xan qoymuşdu. Kim qoymuşdu? Məhəmməd Hüseyn xan qoymuşdu. Və halini ağır vergi və mükəlləfiyyətlərlə incidirdi. Dərbənd xanının siyasətdən narazı olan yerli əhali kömək üçün Quba xanı Fətəli xana müraciət elədi. 1759-cu ildə Fətəli xan yerli əhalinin xahişi ilə, diqqət edək, yerli əhalinin məhz xahişi ilə Dərbəndə yürüş eləyərək onu Quba xanına birləşdirdi. Bundan sonra Dərbənd Quba xanlığının tərkibinə düşmüş oldu və onun mühüm ticarət, sənətkarlıq, iqtisadi mərkəzlərindən biri oldu.
Azərbaycanın şimal-qərbində yerləşən Carbalakan cəmaətliyi Carbalakan, Katex, Tala, Muxaq və Cəniq adlı azad cəmiyyətləri özündə birləşdirən sosial-siyasi qurum idi. Hər bir cəmiyyət cəmaət adlandırılan bir neçə kənd icmasından ibarət idi. Hər bir icma kəndxuda və qazı tərəfindən idarə olunurdu. Kim tərəfindən idarə olunurdu? Kəndxuda və qazı tərəfindən idarə olunurdu. İdarə etmə şəriət qaydalarına əsaslanırdı. Cəmiyyətdə ruhanilərin də nüfuzu yüksək idi. Cəmaətliyin ali orqanı xalq yığıncağı idi. Deməli, idarə etmədə ruhanilərin nüfuzu yüksəkdir. İdarə edən kəndxuda və qazıdır. Amma ali orqan xalq yığıncağıdır. Baxın, ali orqan xalq yığıncağıdır. Buna diqqət edək. Burada yalnız yetkinlik yaşına çatmış kişilər iştirak edə bilərdilər. Yığıncaqda cəmaətin bütün vacib məsələləri müzakirə edilir. Qərarlar qanun qüvvəsi alırdı. 1850-ci illərdə Carbalakan cəmaətliyi Şəki xanlığının asılı düşmüşdü. Cəmaətlıq 18-ci əsrin sonlarında müəyyən müstəqillik əldə edə bilmişdi. Deməli, burada mənbələri diqqət edək. 10-cu sinifdən izah elədim bunu. Demiş, Şəki xanı Məhəmməd Həsən xan 1784-cü ildə Osmanlı sarayına göndərdiyi növbəti məktubunda yazırdı. İrakli xanın Rusiyanın təşviqi ilə Azərbaycan mülklərinə, o cümlədən İrəvan qalasına təcavüzünə qarşı Azərbaycan, Dağıstan xanlarının birlikdə hərəkət etmələri barədə əmrinizə riayət etməklə dövləti aliyyətinin xidmətində olduq. Deməli, Şəki xanın Məhəmməd Həsən xan 1784 Osmanlı sarayına növbəti məktub göndərilib. 1784. Sonra burada diqqət edək ki, Şəki xanı, Şirvan, Qarabağ sərkərdələri, Məhəmməd Seyid xan, İbrahim Xəlil Ağası xan sözlərini bir ediblər ki, əgər müsəlman tərəfinə kafirlərdən hücum edən olarsa, onlara qarşı birləşib mübarizə aparsınlar. Deməli, bunların birləşməsi haqqında Çıldır valisi Süleyman Paşanın Osmanlı sultanı 1784-də göndərdiyi məktub var. Çıldır valisi Süleyman Paşanın Osmanlıya göndərdiyi məktub var. 1784. Sonra diqqət edək burada yenə. Mən İbrahim Xəlil xanın Şuşalını itaətdə yaxınlaşdırmaq haqqında göstəriş verdim. Deməli, əlverişli halda Şuşalı İbrahim Xəlil xanın xalqlarından ibarət vilayətini milli idarəyə vermək və onun vasitəsilə Asiyada dövlətini bərpa etmək lazımdır. Bu, siz imperator həzrətlərinin mənim vasitəmlə xristian mələklərinə verdiyiniz vədlərə uyğundur. Potyomkimin 2-ci Yekaterinə məktubundan verilibdir. Sonra Mirzə Adıgözəl bəyin Qarabağnamə əsərindən Pənah xan ölüb Allah Təala'nın rəhmətinə getdikdən sonra böyük fəqid oğlu İbrahim Xəlil xan 1173-cü ildə, yəni 1759-cu ildə Qarabağ vilayətinə hakim təyin olundu. Xalqın işini nizama salmağa başladı. İran, Rum padşahlarına və sair ölkələrin hökmranlarına boyun əyməyərək Qaradağ, Şəki, Şirvan, Gəncə, Təbriz, Naxçıvan, Ərdəbil, Xoy, Marağa, İrəvan, hətta İraqla Azərbaycan hüdudunda olan Qaplanköyə qədər hökmran oldu. Deməli, bu ərazilərdə İbrahim Xəlilin böyük bir əraziləri əhatə etdiyi haqqında məlumat verilibdir. Bu mənbədə verilib, dərslikdə olmasa da mənbədə verilibdir. Bu vilayətlərin hakimlərini işdən götürmək, yenisini təyin etmək məhz onun hökm və fərmanı ilə icra olunurdu. Bundan başqa o Dağıstan ölkəsinin Avar vilayət hakimi Nüsal xan oğlu Ümmə xanla da qohum olmuşdu. Deməli, Ümmə xanla da qohum olubdu. Beləliklə, İbrahim Xəlil xan müstəqil xan olaraq Kərim xanın, Mehrəlinin, Gəncənin ələ keçdikdən sonra qəflətən vəfat etmiş Fətəli xanın ölümü nəticəsində yaranan fürsətdən istifadə etdi. Bu məqsədlə İbrahim xan əksərən ləzgilərdən ibarət çoxlu qoşun düzəldib Gəncə, Şamaxı, Nuxa xanlıqlarını Rəşid özünə tabe elədi. İrəvan və Naxçıvan tərəfindən sərhədləri genişləndirdi. Təbrizi döyüşçüsü tutdu və bacısı oğlu Əsədullah bəyi ora hakim təyin elədi. Bu da Əhməd bəy Cavanşirin yazdığı əsərdəndir. İraqlı İbrahim Xəlil xanla birləşərək Gəncəni ələ keçirmiş, orada hərəsi bir canişinlik yaratmış və vergilər yığırdılar. Onlar Naxçıvanı, İrəvanı, Carbalakanı ələ keçirmək fikrində idilər. Onlar Bakı xanını da dostluq pərdəsi altında Qarabağa apararaq əsir etmişdilər. Mən son 2 ildə dəfələrlə İraqliyə müraciət edərək onun azad olunmasını istəmişəm. O isə mənim xahişimi eşitmək istəməmişdir. Onlar bütün Azərbaycanı ələ keçirmək istəyirlər. Mənbələrin məlumatlarıdır. Sadəcə olaraq xatırladıram ki, oxuyasınız. 2-ci İraqlı İbrahim Xəlil xanın Naxçıvanı tutduğu xəbərini eşidib Knyaz İvan deməli Bagrationu göndərir. O nəyin bahasına olursa olsun İbrahim Xəlil xanın Naxçıvanda möhkəmlənməsinə yol verməsin. Belə hesab edirəm ki, Azərbaycana sahib olmaq Rusiya üçün əlverişlidir. Sonra isə həmin torpaqlarda bir hissəsini mənə güzəştə gedəsiniz. 2-ci İraqlının Rusiya hakimiyyətinə göndərdiyi məktubdan verilibdir.
Burada da mənbələr var. Osmanlı Sultanının İrəvan xanına məktubu var. Bizə gəlib çatıbdır ki, Tiflis çarı Rusiya ilə birləşərək Azərbaycan xanlarının arasını vurmağa, onların arasında Rusiya təmayül yaratmağa çalışır. Siz bizimlə birləşməyə səy edin. Bizim məqsədimiz odur ki, Çar İrakli sizə zərər verə bilməsin. Düşməni dəf etmək üçün birləşin, onu öldürün, dağıdın, Osmanlı deyir. Yeni məlumatlar əldə etmək məqsədilə İrana göndərdiyim Knyaz Çavçavetsiyə bildirmişdi ki, Türkiyənin Azərbaycan xanlarına göndərilən fərmanda Sultan onları həmişə müdafiə edəcək. İrəvan şəhəri Azərbaycana mənsub olduğu üçün onu heç zaman Gürcüstan tabeliyinə olması ilə razılaşmayacaq. Sultan Ərzurum paşası və digər sahələrdə yerləşən paşalara tapşırmışdır ki, nəyin bahasına olursa olsun Rus qoşunlarının qarşısına çıxsınlar. Ümmə xan, İbrahim Xəlil xan və digər Azərbaycan xanlıqları əbədi olaraq İrəvan Kartli çarlığının təqibindən azad etmək üçün birləşmişlər. Bu da 1787-ci ilin iyul ayının 8-də polkovnik Burnaşovun Potyomkinə göndərdiyi məktubdan bir hissədir. Burada da Cənub xanlıqları haqqında Azərbaycanda Təbriz, Xoy, Urmiya xanlıqları arasında müharibələr davam etməkdədir. Azərbaycan hakimləri bir-birinə ziyan verməkdən çəkinmirdilər. Zərrə qədər xeyir üçün aralarındakı müqavilələri pozur, bir-birinə birləşmək üçüncünü qarət edirdilər. Xanlıqların vəziyyəti, sərhədləri, aralarındakı münasibətlər, ittifaq və müharibələr qonşularına nisbətən yerləşməsi sabit deyil. Sərhədlər fasiləsiz müharibə nəticəsində daim dəyişirdi. Urmiya xanının şəxsində Cənubi Azərbaycan hüdudlarında özünə rəqib görən Əhməd xan Xoylu ona sarsıcı zərbə endirmək qərarına gəlir. Bu məqsədlə Urmiya xanına bircə hücum haqqında Təbriz xanı ilə müqavilə bağlayır. Bundan xəbər tutan İmamqulu xan bu yürüşü qabaqlayaq qərarına gəlir və 83-cü ilin payızında Təbrizə hücum edir. Döyüş Urmiya qoşunlarının məğlubiyyəti ilə nəticələnir və İmamqulu xan həlak olur. İrandakı başsızlıq ucbatla Tiflis və 3-cü İraqli rusları Azərbaycanı və bizim torpaqları qarət etməyə yardım göstərmək üçün dəvət etmişdilər. Lakin unutmuşdur ki, bizim hakimi olmayan dövləti qorumağa ixtiyarımız var. Biz heç zaman İranın tarmar olması ilə razılaşa bilmərik. Odur ki, Bağdad, Van, Muşun rəislərinə əmr etmişdik ki, sizə qonşu gərək olsa göndərsinlər. Əgər Tiflis faizli sərhədi keçmək fikrinə düşsə, o zaman Ərzurum paşası Mustafa kömək edəcəkdir. Bu da 87-ci ildə Sultandan Xoy xanlığının hakimi Hüseynqulu xana göndərdiyi fərmandan verilibdir.